Ay bir qışqırdı, xala qoyma, xala qoyma. Dedim, eləmə, oruc neynirsən? Orucda da bıçaq, girdi içəri elə buramı soxdu anasını varına bir. Telefon işlətdiyi üçün 17 yaşlı oğlan anasını bıçaqla öldürdü. Dəhşətli qətil Xaçmaz rayonunun Çaykənarı kəndində baş verib. Kənd sakini 42 yaşlı Həqiqət Məmmədova oğlu tərəfindən bıçaqlanıb. Mərhumun ailə üzvlərinin sözlərinə görə yeniyetmə anasının telefon işlətməsinə qarşı olub. Bu səbəbdən ana ilə oğlu arasında dəfələrlə mübahisə yaşanıb. Sonuncu mübahisədən sonra qadın kənddə yerləşən qohumuna məxsus evə gedib. Lakin yeniyetmə həmin evə hücum edərək anasına çoxsaylı bıçaq zərbələri vurub. Qətlə yetirilən qadının 2 oğul övladı var. Hadisəni törədənsə ailənin kiçik övladıdır. Oğul deyib ki, ver telefonunu sindirədəm. Danışmağa qoymuyor. Sindirim də danışma telefonuna sən. Baba burada gəlib, bir 4 gün qalıbdı, küsüb gəlib ki, telefonu alıb sindirmək istəyir deyə oğlu gəlib qalıb burada. Anası bir qədir idi, işlə bağlı danışırdı. Deyirdi ki, sən bir qədirsən, niyə o kişilərini danışsan, o bursunu danışsan? Bu da deyir ki, yaxşı eləyirəm. Bunda da qorxu yox idi. Anası çay dəmləmək istəyirdi ki, sahədən gəldi də, yücədən, kuzundan, işdən. Saat 6 idi. Hə. Bu da bir deyib qapıdan girdi içəri. Ay bir qışqırdı, xala qoyma, xala qoyma. Dedim, eləmə, oruc neynirsən? Orucda da bıçaq, girdi içəri elə buramı soxdu anasını varına bir. Tez dedi, böyle dəlqanlı şeydi. Aldım stolu ki, vurun başına ki, bıraxsın bıçağı əlindən. Sonra stol belinə düşdü, o da atdı bıçağı çıxdı. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 1984-cü il təvəllüdlü şəxs qadın cinsli Xaçmaz rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Ona döş qəfəsinin, qarnının, ön divarının, kesilmiş deşilmiş yaraları, daxilə nüfuz etməklə sol dirsək oynağının, sağ sahilin, sol əlin, ovuc sətinin çoxsaylı kesilmiş yaraları diaqnozu təyin olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 30-u 10-cu ay 2025-ci il tarixində 19-15 radələrində pasientə bioloji ölüm faktı qeyd alınıb. Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə polis tərəfindən saxlanılıb. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda cinayət işi başladılıb. Araşdırma davam etdirilir.